Dövlət qulluğuna magistrə hazırlaşanlar. Bugünkü mövzu izahımız olacaq aşkar operatorlar. Gəlin sizə həm deyim ki, aşkar operator, qeyri-aşkar operatorun fərqini, həm də başlayaq testlərin izahına. Hər ikisində operator var. Bəs nəyə görə biz aşkar operator deyirik, nəyə görə qeyri-aşkar operator deyirik? Aşkar ona görə aşkar deyirik ki, baxın, operatorumuz üçbucaqdır, operatorumuz oxdur. Tutaq ki, burada operatorumuz balaca dairədir. Bu operatorların nə iş gördüyünü bərabərlikdən sonra görürük. Yəni, neynədir? A idi 2A yazdı, üzərini gəldi B-ni. Yəni, birinci tərəfi 2-yə vurdu, ikinci tərəfin olduğu kimi saxladı və onları topladı. Operatorun işi bu oldu. Yəni, aşağıdakı operatorun da işi nədir? A plus B. Yəni, birinci tərəflə ikinci tərəfi sadəcə toplayır. Qeyri-aşkar operatorda isə biz bunu görmürük. Yəni, operatorun nə etdiyini özümüz müəyyənləşdirməyə çalışırıq. Onun da izahında daha ətraflı deyəcəyəm. Gəlin baxaq testlərimizin həllinə. Bəs bunları necə həll edirik? Bizdən soruşulana baxırıq. Birinci mötərizdə operatorla başqa verib ikinci mötərizdə ayrı və onların cavablarından ayrı bir operatoru həll edəcəyik. Birinci mötərizlərimizin həllinə baxaq. Birinci mötərizəmizin yazaq. A-mızın yerində nə durub? 8, B-mizin yerində 12. Əgər deyirsə, üçbucaq operatorunda birinci tərəfi 2-yə vur, üzərini gəl ikinci tərəfi 2A plus B kimi fikirləşin. Onda siz 8-i 2-yə vursam 16 plus 12-ni də olduğu kimi saxlayıram. Demək ki, birinci mötərizəmizdən aldığı 28. İkinci mötərizəmizə baxaq. Bu dəfə tərsinə veribdir. A-nın yerinə 12 verib, B-nin yerinə 8 veribdir. 12-ni 2-yə vursam 24 plus B-imiz nə idi? 8. Buradan da 32 alırıq. İndi gəlin baxaq nəyə? Birinci mötərizədən 28, ikinci mötərizədən 32 almışıq. Bəs bunların arasında da bir dənə operator var. Bu operatorun işi nə idi? Birinci tərəflə ikinci tərəfi toplamaq. Yəni 28 ilə 32-nin cəmini soruşur bizdən. 60 alırıq. Cavabımız B variantı. Növbəti, baxaq misal üçün 4-cü suala. Sizə burada başqa bir izah da verim. Əgər bizə A 5 şəklində vermirsə, yəni burada da A kvadratı, 3B ya da müxtəlif də nə istəsə verirsə, bəs bunu necə həll edirəm? Baxın, bizim işimizi A, B düzəldəcək. Yəni, belə deyim də, A, B ilə işləməliyik. Bəs bunu A, B-yə necə gətirərəm? A kvadratı 121-dirsə, yenə eyni qayda gedir. Ya, birinci mötərizələrin içini, sonra onların hasilindən, yəni nəticəsindən üçüncü operatorumuzu həll edəcəyik. Birinci mötərizəyə baxdıqda A kvadratı 121-dirsə, A-yım 11 olurmu? A bərabərdir 11, düzdür. Çünki 11-in kvadratı 121-dir. Məndən soruşur 2A-nı. A-yı 11 tapdımsa, 2A-yım, yəni 11-i 2-yə vurduqda 22 edərmi? Çıxılsın. 3B 9-a bərabərdirsə, B-yim nəyə bərabərdir? B-yim də 3-ə bərabər olur. Sadəcə elə B-yi çıxırdı. 22 çıxaq 3. Bu mənə 19 nəticəsini verir. Gəlin indi ikinci mötərizəyə baxaq. İkinci mötərizədə A kvadratının yerində 36, 3B-nin yerində nə yazıb? 6. A kvadratı 36-dırsa, A-yım 6 edir. Mənə lazımdır 2A. A-yım 6-dırsa 2A-yım 12. Minus. 3B-yim 6-dırsa B-yim 2 olurmu? Buradan da 10 aldıq. Deməliyim, yoldaşlar. Birinci mötərizədən 19. İkinci mötərizədən 10 almışam. Birinci mötərizədən 19. İkinci mötərizədən bu operatoru da çəkdim. İkinci mötərizədən 10. Bərabərdir. Bizdən bunu soruşur. Bəs üçbucaq operatorunda nə edirdi? Deyirdi ki, A-yı vur B-yə, böl 5-ə. Vurum bölümdə. 19-u vururam 10-a, bölürəm 5-ə. 5 ilə 10 ixtisar getdi 2, 19-u 2-yə vuranda 38 rəqəmini alırıq. 38 də D variantımız idi. Devam edək. Mən silə-silə yazacam, yerimiz azdır deyə. Fərqli bir sual baxaq, fərqli bir sual varmı? Elə baxın, gəlin bunlardan da baxaq. Misal üçün, gəlin baxaq 15-ə. 3 dənə ardıcıl veribdir. 3 dənə fərqli operatorumuz var. Heç fərqi yoxdur. Yenə eyni qayda. Birinci mötərizəmizin içini həll edirəm. Birinci mötərizəmin içində nə göstərilib? M-in yerinə 3 verib, N-in yerinə, N kvadratın yerinə 25 veribdir. Baxın, M 3-dür. Mənə lazımdır M kubu. 3-ün kubu 27 edir.
minus, baxın, minus n. Axı n kvadratıdır, n yazıb. N kvadratı 25-dirsə, n-imiz 5-ə bərabər olur. Bu da edərmi 22? Davam edirik ikinci mötərizəmizdən. İkinci mötərizəmizdə hansı operatoru verib? Baxın, ulduz operatoru. Nə deyir ulduz operatorunda? Deyir ki, m minus n. 2m'dir, m yazıb. Yəni 2-yə bölüb daha, düzdür. 24-ü də 2-yə bölürəm. Belə də fikirləşə bilərəm. 2m'im 24-dürsə, m'im nədir? 12. Minus n neçədir? Elə 4 olaraq yazırıq. 12 yazdım, hə 4 düzdür. Bərabərdir 8-ə. Deməli, birinci mötərizəmizdən aldıq nə? 22. Birinci mötərizəmiz 22. Operatorum 3 bucaq qoydum yerinə. İkinci mötərizədən aldım 8. Bərabərdir. Bizdən bax bunu soruşur. 3 bucaq operatorunun işi nə idi? M minus n kimi yazıbdır. M'im 22-dir. Yazıram m'im 22. Minus 2n'im 8-dir. 2n 8-dirsə n'im 4 olurmu? Ya da belə də fikirləşə bilərsiniz. Hansı sizə rahat da elə fikirləşin. 2n idi yazıb n. Yəni bölüb 2-yə. 8 idi böləcəm 2-yə 4 yazacağım. Eyni cavaba gəlib çıxırıq. Bu da edir neçə? 18. Yəni Y variantı buradan bəllidir. Sonra davam edək. Fərqli sual vardırsa onlara baxaq. Misal üçün 19. Misal üçün 18. Gəlin 18-ə də baxaq. 18-ci sualda mənə soruşur. Bax, operator verib. Burada da bir operatorun həllini veribdir. Yəni, rəqəmləri verib daha doğrusu. A-nın yerinə 4, B-nin yerinə 2. Gəlin qoyaq yazaq. Həm A-nın, B-nin burada da vardı. Gəlin başlayaq həll eləyək. 3 vurulsun. 3 vuraq. A-nın 4. Bunu ulduzu belə çəkəcəm. B-nin nədir? 2. Plus 3. Bərabərdir. 6 vurulsun. A minus B. A-nın 4. B-nin 2. Davam edək. Davam edirik. 3 vurulsun. Elə bax, belə də qalsın. 4, operator 2. Üzərin gəlsin 3-ü yazmıram. Növbəti o tərəfə keçirəcəm. Baxın indi. Digər tərəfə baxdıqda 4 minus 2, 2 verir. 6-nı da 2-yə vurduqda neçə edir? 12. 12 bərabərdir yazıram. 12. 3-ü digər tərəfə keçsəm, çıxaq 3 olacaq. İndi yenə yazaq. Eybisiz, biraz uzun oldu. 4, operator 2 bərabərdir. 12-dən üçün çıxanda 9. Bəs burada 4, operator 2. Nəyə bərabər oldu? 9-u da 3-ə bölmüş oluruq. Cavabımız 3. Cavabımız 3, D variantı. Növbət 19-cu suala ya 20-ci suala birinə baxaq. Mən bunları təmizləyim. Siz saxlayın, skrin götürün. Mənim sualıma baxmamış, özünüz mənim həllimə daha doğrusu baxmamış. Neynəyin özünüz birinci həll eləməyə çalışın. 19-cu suala baxırıq. Bəs kəsir olduqda tələbələrin gözü qorxur. Deyir ki, çətin sual, necə yazacağım? Elə bir çətinliyi yoxdur. Gəlin 19-a bir yerdə baxaq, görək necə həll eləyərik. Biz əslində bilirik ki, yenə A-nın B-nin qiymətini qoyacaq yerinə. Bəs belə kəsir olanda bərabərin, baxın, belə bir-birinə vururuq. Yoldaşlar, bunu yəqin ki, riyaziyyatdan bilirik artıq. Kəsirdən azad etmək istəyiriksə, çarpaz olaraq bir-birinə vururuq. Yəni, bax, həm vuracağım, həm yerinə qoyacağım. 2-ni vururam, A 3 bucaq B-yə. Olur 2, biraz bu tərəfdən yazım, 2 vurulsun. Vurulsun, aha. 4, baxın, A-nın yerinə 4 qoyuram. Operatorum yerində. B-nin yerinə 3 qoyuram. Mənə bunu aşağıda verib də onsuz. Bərabərdir. Bəs, biri vururam buna. Biri həmin elə, bax, bura vursam, eyni qalar da. Nəyi birə vursam, eyni qalır axı. Ayımız nə idi? Ayımız 4. Üzərini gəlsin. 2-ni vururam B-yə. B-imiz nədir? 3. İndi gəlin həll eləyək. Kəsirdən azad elədik. Normal oldu bizim aşırı operator sualımız. 2 vurulsun. 4. Operator 3. Bərabərdir. Bərabərliyin C tərəfini həll eləsəm, 2-ni 3-ə vursam 6, 4 ilə toplasam 10. Bəs 4, operator 3. Bərabərdir nəyə? 10-u 2-yə bölürəm, elədi 5. Bəs cavabımız C variantı. Davam eləyək. Eyni qayda 21-22-ni də eyni şəkildə həll edəcəyik. Bu sizə biraz çətin gələr ki, kəsirin üzərində bir dənə də kəsir var. Gəlin bunlardan da birinə baxaq. Misal üçün 22-yə baxaq. Kəsirin üstündə kəsir var. Necə həll edeyim?
Gəlin görək necə həll edirik. 22-ci suala baxırıq. Yenə eyni qayda. A-nın və B-nin qiymətlərini qoyuruq yerinə. Gəlin bunu sadələşdirək. Qoyaq yerinə. Sonra baxaq nə edirik. Eyni qayda yazıram. Altda 24. Yuxarıda 2 plus A ilə B-nin qiymətini qoydum yerinə. Hər ikisi 2-dir, düzdür? Qiymətləri bunlardır da. A-nın da B-nin də yerinə 2 yazıb. 2 3 bucaq 2. Bölünsün 2. Gözləyim bir dəqiqə. Aha, bu da aha. Bərabərdir. Bərabərliyin digər tərəfini yerinə qoysam, 2-ni qoydum bura. 2A plus B. 2A deyir, düzdür? 2-ni A-ya vurub, üzərini gəlib B-yi. 2-ni 2-yə vursam 4, üzərini də yenə 2 gəlsin, bu eləyər 6. Yoldaşlar, siz bunu riyaziyyatdan bilməlisiniz ki, sadələşdirmə apara bilirik. Bərabərliyin hər iki tərəfində məxrəclə məxrəc, surətlə surət ixtisar edə bilir. Bu demək deyil ki, bu 2 ilə bu 2 gedəcək. Yox. Çünki burada üstəgələk var axı. Birinci səhvdə üstəgələk var. Bu mümkün olmaz ona görə. 24-6 ixtisar getdikdə nə qalır? Qalır burada 4. El gözəl yazdım ki, aha 4. İndi yenə eyni qayda çarpaz vurub yaza bilərik. Çarpaz vurduqda artıq burada 6-da 1 qalıbdır. 1-i yuxarı surətə vursam eyni şəkildə qalacaq. 2 plus 2 3 bucaq 2 bölünsün 2. Bərabərdir nəyə? 4-ü 2-yə vursam 8. Çarpaz vururam. Qoyun bir dənə fərqli rəqəmlə rənglə bağışlayın. Göstərim ki, sizə yaxşı görəsiniz. Yaxşı, davam edirəm. İndi mən daha da sadələşdirdim, düzdürmü? Bundan sadə artıq nə ola bilər ki? İndi yenə eyni qayda yazıram ki, 2 3 bucaq 2 bölünsün 2. Bərabərdir. 2-ni digər tərəfə keçirsəm mənfi 2 olar. 8-dən 2-sini çıxsam 6. Yenə çarpaz vururam, baxın. 2 3 bucaq 2 bərabərdir. 6-nı 2-yə vursam edər 12. Cavabımız B variantı. Belə də fikirləşə bilərsiniz də. Çarpaz vurmaq sizə çətin gəlirsə, mən bunun yerini nə qoyum ki, 2-yə bölündə 6 eləsin. Düzdürmü? 12 qoyaram da. Bu da belə. Növbəti suala keçək. Baxın görün. Fərqli bir sual vardırsa izah eləyək. Hələ ki bu tərəf eyni qalıb. Növbəti baxaq. Necə bir suallara baxaq. Hə, gəlin, baxın, belə bir suallara baxaq. 41-dir, 42-dir. Yəni, hər iki tərəfdə operator verib, düzdür? Hər iki tərəfdə operator veribsə, mən nə etməliyəm? Necə həll edeyim? Bunlara necə baxacaq? Yəni, gəlin sizə deyim. Birini böyüdüm, yaxşıca yazaq. 41-ci sualı izah edirəm. Məndən yenə nə soruşur? 5 operator, yəni kvadrat operatoru 4. Mən gəlib bunu yuxarıda yerinə qoymaq istəyirəm. Yerinə qoyuram, baxıram ki, bəs burada başqa bir operatorla qarşılaşdım. Deyirəm, yaxşı, bunu həll edeyim. Gəlim həll eləməyə, görürəm ki, nə var? Başqa bir operatorla qarşılaşıram. Nə edirəm? Gəlirəm demək ki, axırdan həll edirəm. Bax, burada operatorum yoxdur. Yoldaşlar, deməli, nə edirik? Belə, bərabərliyin hər iki tərəfində operator görürüksə, yenə istəyirsiniz bunu baxmaq nədir ki? Görürsünüz ki, hə, bura gəldim, buradadır, bura gəldim. Yenə bunu gördüm, bura gəldim, axıra qayıtdım, düzdürmü? Belə görəndə başlayırsınız axırdan həll eləməyə. Yəni A-nın, B-nin qiymətlərini axırdan yerinə qoya-qoya qalxırsınız yuxarı. Gəlin indi, yəni 3 bucağı tapıb burada qoyacağam. 3 bucağı tapdımsa bunu tapmış oluram. Dairə kvadrat operatorunu tapdımsa kvadrat tapmış oluram. Mənə də kvadrat lazımdır. Yaxşı. Gəlin yazaq. Görək necə yazırıq. A-nın B-nin qiymətini qoydum bax burada yerinə. A-yımız nə oldu? A-yımız oldu 5. B-imiz oldu nə? Nə başlayın. Biraz aşağıdan yazım ki, hamısına yerimiz görsün. 5. B-imiz oldu 4. Bölünsün 2. 5-i 4-ə vuranda 20. 2-yə bölsəm 10. Bu 10 bilirsiniz nəyin cavabıdır? Bax bunun. A, 3 bucaq operatoru B. Bunun yerinə pabında 10 qoyaram. 10 qoysam 10-dan 3 nə oldu? 10 plus 3 da. Bu elədi 13. Bəs 13 nəyin cavabıdır yoldaşlar? Bax bunun. Onda bunun yerinə aparıb 13'ü qoysam 13 minus 2. 11 cavabını almış olaram. 11 nəyin cavabı olar? Bax bunun. Mən də bunu axtardım da. 11 cavabım doğrudur. Qarmaşıq görünür. Digərlərindən sadədir, elə deyil. Sadəcə sadə izahlar lazımdır sizə. Heç nədən gözünüzü qorxutmayın. Bundan istəyirsinizsə birinə də baxa bilərik. Gəlin baxaq. 5-ci suala baxaq. Misal üçün, hə, operator ilə burada da vardı.
Yenə eyni qayda. Baxın, hər ikisində nəyi soruşur? Kvadrat operatorunu soruşur. Qalxdım yuxarı, görürəm ki, dairə operatoru ilə qarşılaşdım. Dairəyə baxıram, üçbucaqla qarşılaşıram. Nə edirəm? Məcbur gəlirəm aşağıdan başlayıram. Gəlib aşağıdan başlayaq. Birinci mötərizəni həll edirik. Birinci mötərizəni yazacağam. Həll edək. Cavabını tapaq, sonra ikincisini yazaq. Birinci mötərizədə A-yım 9, B-yim 4. Aha. Deyir ki, A-yım 9'dur, 3A yazıb. Yəni 3'ə vurubdur. 27 minus bağışlayın 3A minus B yazıbdır. B'nin yerində 4 durubdur. 27'dən 4'ün çıxsam bizə edər 23. 23. Birinci, yəni 23 nəyin cavabıdır? Üçbucaq operatorunun cavabı 23'dür. Aparıb yerinə 23 qoysam, 2'ni 23'ə vursam 46 edər. 46 nəyin cavabı oldu yoldaşlar? 46 baxın, bu dairə operatorunun cavabı oldu. Dairə operatorunun yerinə aparıb 46 qoyaram. 46'dan 3'ün çıxsam, edərmi 43? 43 nəyin cavabı oldu? A operator B'nin, yəni 9 operator 4'ün cavabı. Birinci mötərizədən 43 cavabını aldım. 43 çıxaq. İndi ikinci mötərizəni həll edirik. Mən bunu silməliyəm. Başa düşdünüz yəqin ki. Keçirəm indi ikinci. Bax bura. Eyni qayda gedirəm. Bir də göstərmirəm. Elə aşağıdan başlayıram, həll edirəm, gedirəm. Bu dəfə A-nın yerinə 4 qoyuram, B-nin yerinə 2 qoyuram. A-nın yerinə 4 qoysam 3A eləyər neçə? 12'yə 4'ü 3'ə vururam. Edər 12. Çıxılsın. B-yim neçədir? B-yim 2. 12'dən 2'sin 10 elədi. 10 nəyin cavabıdır? Baxın bunun. A üçbucaq B'nin cavabı 10'dur. Onda aparıb bunun yerinə 10 qoysam, 2'yə vursam 20 alaram. 20 nəyin cavabıdır? 20 baxın bu A balaca dairə B. Bunun cavabı 20'dir. 20'ni onda aparıb bura qoyaram. 20'dən 3'ün çıxsam 17 cavabını alaram. 17 nəyin cavabıdır? 4 operator 2'nin cavabı. Yəni A kvadrat B'nin cavabıdır. 17'yi də buradan aldım. İkinci mötərizəm 17 olar. Onda cavabım neçədir? 26. Yəni Y variantı. Davam edək. Bunu da yəqin 2 sualdan yaxşıca başa düşmüş olarsınız. Baxırıq fərqli bir suala. Fərqli bir sual. Aha, 50-51. 50-51 ikisində də bizdən x-i soruşur. Bu dəfə operatoru yox, x-i soruşur. Gəlin bəs bunları necə həll edərik? Birində baxaq, hansında baxaq? 50'də baxaq misal üçün. 50'də başlayalım bir dənə. 50-ci sualda biraz da böyüdüm. Mənə deyir ki, operator yenə eyni qayda verilib. Burada 2 qat operator verilib. Bunu necə həll edəcəm? Birinci işim yenə bir həll etməliyəm da. Heç olmasa bir operatoru həll edim ki, bir dənə operatorum qalsın. Birinci operatorum mötərizənin içərisidir. Aha, mötərizənin içərisini necə həll edərəm? Heç fərq yox da. Yerinə qoyuruq, baxın necə yazırıq. A-nın yerində x yazılıb. Düzdür? Operatorun birinci tərəfində A yazılıb, aşağıda x yazılıb. A-nın yerində x durub. A-yı 2'yə vururdu. X-i də 2'yə vuracam da. Eləyəcək 2x plus B-nin yerində 8 durub. Aha. Bax, bu mənim oldu mötərizəmin içi. Başqa həll edə bilmərəm ki, belə çıxdı. İkinci operator, baxın, bu operator, indi mən bu operatoru çəkməyə çalışacağam inşallah. İnşallah ki, çəkəcəm. Rəssamlığımı danışdıram, gözləyin. Heç mi ürək çəkməmişsən deyərlər adama. Aha. Burada da 3. Bərabərdə 35. Və son. Bu nə deməkdir? Artıq bir dənə operatorum var. Operatorun birinci tərəfi, operatorun ikinci tərəfi. Operatorun birinci tərəfi, operatorun ikinci tərəfi. Operatorun birinci tərəfi, ikinci tərəfi. A-nın yerində durub nə? 2x plus 8. B-nin yerində nə durub? 3. Onda isə belə eləyək də. A-yımı 2'yə vurmuşdu. Mən də 2x plus 8'imi 2'yə vuraram. Vursam nə eləyər? 2'yə vururam da. Qoy yazımı yaxşı. 2x plus 8. Üzərin gəlsin B. B-yim neçədir? 3. Bərabərdə 35. Artıq bu bizim oldu bir riyazi həllimiz. İndi 2x'i vursam 4x plus 2'ni 8'e vursam 16 plus 3 bərabərdə 35.
35. Yaza bilmirəm axı. Aha. Davam edək. 4x'imiz bərabərdir. Digər qalanların hamısını keçirəcəyik mötərizənin bərabərliyin digər tərəfinə. 19 eləyir. 19-u da yəni o birisi tərəfə keçirsək 35-dən 19-unu çıxarıq. Bu da eləyər bizə neçə? 16. 4x'imiz 16-dırsa, x'imiz 4-ə bərabər olur. Bizdən nəyi soruşurdu? Elə x'i soruşurdu da. Dedim bəlkə cavab yoxdur. Cavabımız Y variantı. Bu da belə. Davam eləsək, bəlkə bundan birinə də baxaq. Kəsir görəndə, ay hara getdik, çıxdıq, bağışlayın, bir dənə qayıdım ora. Buradayıq. Deməli, 52. Kəsir görəndə qorxanlar. Gəlin görək elə. 52. Deməli, baxsaq 52-ci sualda bizdən yenə x'i soruşur. Amma bu dəfə hər iki tərəfdə x verilibdir. Yaxşı, qoyaq, heç fərqi yoxdur. 2 dənə operatorum var da, ikisini də yerinə qoyacam. Gəlin baxaq. Birinci tərəfi həll eləsək. Birinci tərəf 8, operator x. A-nın yerində 8 durub, B-nin yerində x. Düzdür? A-nın neynədir? A-yı vurdu 3-ə, elədi 3-ə. Mən onda 8-i 3-ə vursam 24. Minus, aha. B-yi yazıb 2B. Neyini 2-yə vurub da? B-nin yerində nə durub? X. Mən də 2-yə vursam, eləyər 2x. Bərabərdir. İndi mötərizə deyiləm, bərabərin ikinci tərəfinə baxaq. Eyni qayda. Deməli, bu dəfə A-nın yerində x durub, B-nin yerində durub 2-də 1. Yaxşı, onda belə eləyək də, A-yım neyniyib? A-yı vururdu 3-ə, x-i vuracam 3-ə. Eləyəcək 3x minus B-yi yazıbdı 2B. Ondasa B-yi 2-yə vurubdu. Mən də 2-də 1-i vuracam 2-yə. 2-də 1-i 2-yə vuranda bunlar ixtisar gedir. Qalır orada 1. Aha. Davam edirik. Və sonda burada nə qaldı ki? İndi burada mənfimiz alınmasın deyə yoldaşlar 2x'i digər tərəfə keçirirəm. 1-i gətirirəm bura. Heç fərqi yox ki, necə istəyirsiniz elə yazın. 1-i digər tərəfə gətirsəm müsbət 1 olar, yəni eləyər 25. Bərabərdir. 2x'i digər tərəfə keçirsəm müsbət olacaq. 3x-lə toplanacaq eləyəcək 25. 25 nə idi? 5x. 2x-lə 3x elədi 5x. Ondasa 25. 5x'imiz 25-dirsə, x'imiz 5-ə bərabər olur. X'imi soruşur da elə. Bu da eləyər 5. Bu sual da belə. Sonra baxaq nəyə? Sonra 57, 58, 59. Bu suallardan birini izah edeyim sizə. Videomuz da çox uzun olmasın. Yaxşı, deməli 57, 58, 59. Gəlin birinə baxaq. 57-ci suala baxsaq. Misal üçün. Buna da əslində bu suallara 2 qat operator deyilir. 2 qat operator sualında, yəni belə sualda nə edirəm? Mən belə operatoru görürəm ki, yuxarıda bax, buna oxşar yuxarıda tap. Bax, tapdım. Operator, belə deyim də, A qarşısında operator. Burada da 4 qarşısında operator. Demək ki, A-nın qiymətini bildim də. Baxın, A-mız 4-dür burada. Yəni, birinci mötərizənin içini həll edə bilirəm. Bunun həlli, bərabərdir nəyə? Bax, buradan həll edirəm. A-yı vurub 3-ə, çıxıb 7-sin. A-yım neçədir? 4-dür da. 4-ü vuraram 3-ə. 4-ü vururam 3-ə, çıxıram 7-sin. Bax, bu 4 operator. Qiymət neçə oldu? 4-ü 3-ə vursam 12, çıxsam 7-sin 5. Bunun qiymətini 5 aldım. Gətirib qoyuram yerinə. Nə yazıram? Kvadratım durur yerində. Bunun yerinə yazıram 5. Razısınız. İndi bunu harada görürəm? Bax, bunu görürəm bu ikincidə. Aha, bax, burada görürəm. Kvadrat qarşısında A. A-yım nədir mənim? 5-dir da. A-nın yerinə 5 qoyacam. 2 A-dır. A-nı 2-yə vursam, yəni 5-i 2-yə vursam 10. Plus nə? 11. 21 eləyir də cavabımız. Cavabımız yəni D variantı. Bu qədər sadə. Elə hamısı belə sadədir. Birinə də baxaq bundan. Baxaq misal üçün 60-a. Burada da A-yımı soruşur. Qiymətini verir bax mənə. Ona görə A-yı soruşur. Yaxşı, nə edirəm? Yenə eyni qayda. Gözüm axtarır mənə veriləni və yuxarıda bunu axtarıram. A qarşısında 3 bucaq. Gördün bunu yuxarıda? Fərqi yoxdur ki. Bunun cavabı nədir? 3 minus 7.
Məndən bunu ləğv eləyib, gətirib yerinə qoyacağam 3a minus 7. Bax, qoyuram. Kvadrat qalır yerində. Yazıram ki, kvadratın qarşısından 3a minus 7. 7. Aha, 7 elə bil ki. Bərabərdir. Nəyə? Bax, 57-yə. 57. İndi, yoldaşlar, bunu gözünüz axtarsın. Kvadrat qarşısında a. Kvadrat qarşısında mənim ayım bilirsiniz. Burada nədir aşağıda? Aşağıda ayım elə budur. Bu bir adır mənim üçün. Olsun da. Neyniyibdir? Baxın. Burada deyir ki, mən neynəmişəm? Ayı vurmuşam 2-yə, üzərinə gəlmişəm 11-i. Mən də eləyərəm. Kvadratın, yəni bunu tapanda neynir? Kvadratın işi. Ayı vurur 2-yə, üzərinə gəlir 11-i. Mən də öz ayımı vuracam 2-yə. 2 vurulsun. 3a minus 7. Minus 7. Üzərinə gəlir 11-in. Mənim də cavabım bəllidir o şey artıq. 57. Bəsəm. İndi buradan ayı tapmağa nə var ki? 2-ni 3-aya vursam eləyər 6. Minus 2-ni 7-yə vursam eləyər 14. Plus 11 bərabərdir 57. 6a bərabərdir. Baxın, burada 14 ilə 11 eləyir mənfi 3. Mənfi 3-ün digər tərəfə keçəndə müsbət 3. Yəni 57 ilə toplanır eləyir 60. Ayım da bərabərdir 10-a. Cavabım 10a variantı. Bu da belə. Çətin deyil ki. Çətindirsə nə edirsiniz? Mənə yazırsınız. Əlaqə nömrəm var. Həm açıqlamada olacaq, həm də YouTube səhifəmə daxil olun. Elə orada bioda olacaqdır. Yenə izahlarımı verirəm sizin üçün. Deməli, 69, 71, 67. Burada da yenə nə ilə veribdir? Kəsirlə verib. Yenə kəsirdən yazaq da. 69-a baxaq gəlin. Deyir ki, 1 minus a. Aha, mənim operatorumun birinci tərəfi verilib 1 minus a, ikinci tərəf verilib 1 minus b. Düzdür. Mən bilirəm ki, bu operator, düzdür, aşağıda da verilib. Ondasa 16 bərabərdir buna, 13 bərabərdir buna. Məndən a ilə b nisbətində verib da. A ilə b-yə, yəni 16-nı bunu a formasına gətirək. Gəlin birinci a formasına gətirək. Yaxşı, onu da belə yazırıq. 1 çıxaq a bərabərdir 16. Ayım nəyə bərabər olar? Ayım burada bərabər olacaq, yoldaşlar. Mənfi 15-ə. Bilirsiniz niyə? Belə fikirləşək də. İstəyirsinizsə həll eləyin. Mənfi 5 yazmışam özdə. İstəyirsiniz həll eləyin. Yəni belə yazın. Mənfi a bərabərdir. 1 keçdi bu tərəfə. Elədi 15. Mənfi 1 oldu. 16-dan 1-in çıxsaq elədir 15. Ayın bərabərdir nəyə? Mənfi 15-ə. Hər iki tərəfi elə bil ki, mənfiyə vurdum. Elə belə yazaq. Niyə 5 yazıram? 15. Ayım 15-dir. Mənfi 15-dir. İndi gəlin b-yi tapaq. B-yi də elə buradan yanından yazım. Yenə eyni qayda yazıram ki, 1 çıxılsın b bərabərdir 13-ə. Düzdür. Mənfi b bərabərdir. 1 o tərəf keçsə eləyəcək 12. B-im də bərabər olacaq mənfi 12. Mənfi 12. Aha. Yaxşı. A-yımı tapdım, B-yimi tapdım. İndi qoyuram yerinə də. Yəni yazıram ki, A vurulsun B. A-yım nə idi? Mənfi 15. Mənfi 15. Vurulsun. Bu mənfi də. Aha, vurulsun nəyə? Mənfi 12-yə. B-yimə də yəni. Mənfi 12. Bölünsün nəyə? B çıxaq A. B-yim neçədir? Mənfi 12. Mənfi 12 çıxaq mənfi 15. Yaxşı, bərabərdir. Buradan da bərabər qoyuram, yazıram. Mənfini mənfiyə vuranda müsbət edə bilirik. Onda 15-i 12-yə vuranda 180 eləyər. İndi, bəs burada mötərizə açılanda bunu riyaziyyatdan bilməlisiniz. Müsbət olmalıdır. Yəni belə olur, bax. Mənfi 12, üzərinə gəlsin 15. Biz belə olanda nə edirdik? Biri mənfi, biri müsbətdirsə, hansı böyükdürsə, ondan digərini çıxırıq, işarəsini qoyuruq, böyüyün işarəsini qoyuruq. Onda 15 12-dən böyükdürsə, olur müsbətdə, axı burada işarə dəyişiləcək, olacaq müsbət. Yəni, bu belə qoymayım. Olur 15-dən 12-yə çıxıram 3, elə 15-in işarəsi də qalır. 180-ə də 3-ə böləndə eləyir neçə?
60. 60. Neçəni yazırdıq heç? 60, 69 yazırdıq. A variantı 60. Bax, bunun da həlli belə. Davam edək. Baxaq, fərqli sual var. Fərqli sual axtaraq tapaq. Fərqli sual. Gəlin bu 79 tipli sualdan birini yazaq. Çox çətin gələr sizə, deyirsiniz ki, belə qarma qarışıqdır. Sonra 80-81, 100-ə qədər baxacağıq. 79-da necə çətin gəlir, düzdür? Hər iki tərəfdə operator, operator üstündə operator. İndi görün müəlliməni sizin üçün bunu necə asanlaşdıracaq. Baxın, hər iki tərəfdə operator C-ni görürəm. Hər iki tərəfdə görürəmsə siləcəm getsin. Burada da silirəm, burada da silirəm. Vəssalam. İndi oldu nə? Normal. Normal artıq bir operator sualı. Yaxşı. Birinci mötərizəmi baxıram. Birinci mötərizəm 4, üçbucaq 3. Üçbucağı harada görürəm? Qara üçbucağı. Bax, yuxarıda. Yuxarıda görürəmsə, nə deyir? A plus B kvadratı yazıbdır. A ilə B idi. A-nı olduğu kimi yazıb, B-ni kvadrata qaldırıb. Yazıram. Bax, birinci mötərizəmi yazıram yuxarıdan. A-nın yerinə 4 qoydum. Plus B-nin kvadratı. B-im 3-dürsə kvadrat 9. Bu da mənə verdi 13. İkinci mötərizəmi yazıram. 7, ağ üçbucaq 5. Nə deyir? Nə edibdir? 2'yi vurub, bunların cəmini A ilə B-yi toplayıb, vurub 2'yə. Mən onda 7 ilə 5 toplayacağım, vuracağım 2'yə. 7 ilə 5 toplasam, nə edəcək? 2 vurulsun. 7 ilə 5 toplasam 12. Buradan da aldım 24. 24. Aha. Deməli, nə almışam indi? Birinci mötərizəmdən 13. İkinci, bunu çəkim. Aha. İkinci mötərizəmdə 24. Yaxşı, indi bunu həll edək. Burada nə edibdir? Fərqli rəng götürdük, yaşıl. Deməli, bu operatorda nə edibdir? A ilə B-yi toplayıb vurub 3'ə. Eyni qayda. A ilə B-yi toplayıb vuracağım 3'ə. 3 vurulsun. A ilə B-nin cəmi. 13 ilə 24'ün cəmi. 13 ilə 24'ü toplayanda edir 37. 37'yi də 3'ə vuranda edir 111. 111 də cavabımız D variantı. Devam edirik. 80-81-ci suallardan birinə baxaq. Baxaq 81-ci suala, misal üçün. Deyirik ki, biz nəyi axtarırıq? Bunu axtarırıq, düzdür. Bunu mən yuxarıda harda görürəm? Burada görürəm. Mənə verib ki, bax, əslində burada 2 dənə həllimiz var. 2 yoldan gedəcəyik. 2 üsulla necə həll edəcəyik? 2 üsulla dediyim, sadəcə 2 dənə operatorum var. 2 dənə həll eləmiş olacaq. Yaxşı. Baxırıq, biraz çətin sualdır. Yaxşı qulaq asın mənə. Məndən soruşur, bax bunu. Bunu yuxarıda görürəm. Amma bunu həll etmək üçün mən nə etməliyəm? Bunu bilməliyəm da. 2 dənə operatoru heç olmasa birini ləğv eləyim ki, ikincinə odaklana bilək. Deməli, bunu mənə verib 86. 86 necə alır yoldaşlar? 25 və 18-dən. 86 necə tapar? Belə fikirləşin də. 25'i 2'yə vurar 50. 18 də 2'yə vurar. Bu da eləyir neçə? 36 başlayın. 50 ilə 36 toplayanda eləyir 86. Yəni hər ikisini 2'yə vurdu, sonra topladı. Bəs bununla müqayisə eləsək onda. Bunları elə bil ki 2'yə vurur, sonra onları toplayır. 86 eləməsi üçün. Ondasa bunun yerinə, bax bunun yerinə mən nə yazacağım? Bunun yerinə yazacağım ki 2a kvadratı plus 3b'nin yerinə 3b'yi də 2'yə vuracağım. Yəni 18'i 2'yə vurdu axı. Bu da eləyəcək neçə? Bu da eləyəcək bizə 6b. 3b'yi də 2'yə vurdum, 6b. Əslində bu bilsiz nə deməkdir? Eyni altdakı cavabı aldıq. Yəni belə deyək də, A-nın yerində 5 durdu. Baxın, bununla baxın elə. Buna baxın. A-nın yerində 5 durdu. B-nin kvadratı 36-dırsa, B-nin də yerində 6 durdu. İndi yuxarı baxın. 6b-yi silməyim. İndi bax, bura baxın. Bu ikisinə baxın. Buna baxın. Bir də buna. A kvadratı 25'dirsə, A-yım 5'dir. 3b 18'də B-yim 6'dır. Əslində ikisinin də A ilə B isə eynidir. İndi mən bu tərəfin yerinə operatordan azad eləyib 2a kvadratı plus 6b yazacağım. Bu operatorumuz 7. İndi ikinci tərəfə baxaq. İkinci tərəfə baxacaq. Bura baxacaq. Buranı silirəm. Yerinə yazacağım 2a kvadrat plus 6b.
Yaxşı. Gəlin indi yazıram altdan. 2 vurulsun A operator B kvadrat minus AB bərabərdir nəyə? Bərabərdir nəyə? 2A kvadrat plus 6B. 2A kvadratı plus 6B. 6B. 2A kvadratı minus 6B. Plus 6B. Yaxşı. İndi gəlin bunu həll edək. Cavabımızı alaq. B kvadratı nədir? 36-dırsa B-im 6-dır. Yaxşı. Başdan buradan yazıram. Hamısını yerinə qoyaq. A-im 5-dir. İkisində də elə idi. B-im də 6. A-im 5, B-im 6. Mən bu yaşıl rəngi heç sevmədim. Qırmızı ilə davam edək. Deməli, A-im 5, B-im 6-dırsa gəlin yerinə qoyaq. Yazıram ki, 2 vurulsun. Qoy biraz sadələşdirək, sonra düzəldəcəm. 2 vurulsun. A-imin yerinə 5 yazdım. Operator. B-imin yerinə 6-dırsa B kvadrat 36. Aldım bunu. Bax, bunu indi alacağım. 36 çıxılsın, A vurulsun B. A-yı B-yə vursam 30 eləyər. 5 6-ya. Bərabərdir. 2A kvadrat deyir. 2A kvadrat. A-yım 5'dir. A-yı kvadrata qaldırsaq 25. Vursaq 2 50. 50. Aha. Plus 6B. Plus 6B. B-im 6 idisə 6, B-im 36. Aha. İndi nə inirəm? İndi nə inə? Bir də yazaq. 2 vurulsun. Əslində heç yazmağa gerək yoxdur. Nə inəyəcəm? 5. Operator 36. Bərabərdir. Bərabərdir. Aha. Hamısını keçsək bərabərliyin digər tərəfinə. Deməli, bu bərabərdir. Aha. 50 ilə 36 toplayanda 86. 86-dan çıxacağım 30-un. Çıxacağım olsun deyirəm, bağışlayın, səhv deyirəm. Bu çıxaq 30 daxil keçsək digər tərəfə müsbət olacaq. Yəni toplayacağım. 86 ilə 30-u toplasam edir 116. Baxın, burada da 2-yə vurmuşdu. Bunu elə bir burada fikirləşsəz, vuraq 2 vuraq. İndi buradan bunu tapmaq üçün nə edirəm? 116-nı 2-yə bölürəm da. Bu nə edir? 58. 58. Görək cavabımız var. Neçəyə baxırdıq biz? 80-ə 81-ə? Yox, 81-ə baxırdıq. Bu da eləyər 58 cavabımız B variantı. Növbəti yoldaşlar, baxaq fərqli sualımız var. Eyni qayda davam eləyir. Eyni qayda davam eləyir. Hə, gəlin bax burada. A böyükdür B, B böyükdür A. Görək bunları necə həll edəcəyik. Baxaq. Deməli, gəlin əslində birində 90, 90, 89, 90 bunlardan birində izah edeyim. Fərqli sual kimi yaza biləsiniz deyə. Yaxşı, gəlin baxaq bunun izahına. Baxın, bunun cavabına nə yazıb? Deyib ki, A minus B yazıb kvadrata qaldırıram. Yaxşı, kvadrata qaldırsın. İndi A-imin yerində nə verilib? B-imin yerində nə verilib? Və bunları A ilə B-yə sadələşdirməliyəm də mən, düzdür? Çünki A-dan B-ni çıxır. 6A 108-dirsə, A-im neçədir? A-im, yəni 108-i 6-ya böləndə edir 18. A-im bərabər oldu 18-ə. Yerinə qoyuram. Yazıram ki, 18 minus, 8-mə bax hələ, minus. İndi B-im neçədir? Bax, 12 B-in x-dirsə, yoldaşlar, x-i böləcəm. B-yi tapmaq üçün nə edəcəm? X-i böləcəm 12-yə daha. Eyni şəkildə. Burada A-yı tapmaq üçün 108-i böldüm 6-ya. İndi eyni şəkildə x ilə B-yi görəndə çarıxmayın. B-yi tapmaq üçün nə edəcəm? X-i böləcəm 12-yə. X bölünsün 12. Aha. Bu nə edir? Kvadrata qaldırır. Baxın, kvadrata qaldırdı. Mənim də bunun cavabı nəymiş? 196. Bərabərdir 196. 196. Neylə bir də yazsam. Baxın. 18 minus x bölünsün 12. Kvadrat. 196 nəyin kvadratdır? Riyaziyyatçılarımız. 14-ün kvadratı. Kvadratları ixtisar gedərəm. Qalar bunu sadələşdirdim də. 18 çıxaq 2 bölünsün 12 bərabərdir 14. İndi nə edirəm? X-i digər tərəfə gətirəcəm. Mənfilər getsin deyə. 14-ü bu tərəfə gətirəcəm. Onda x-i digər tərəfə gətirsəm olacaq 2 bölünsün 12 burada duracaq. Bərabərdir. 18, 14 də bu tərəfə getəndə mənfi olur. 18-dən 14-ün çıxanda qalır 4. Aha. İndi x-in bərabərdir nəyə? 12-ni vuram 4-ə, 36. Ya da belə fikirləşin. X-i neçəyə 12-yə belə deyim də, neçəni 12-yə bölsəm 4 alınar. Bu da 36 nədir? 48-ə. Çarxdım, başlayın. 48 cavabımız 90-a baxırdıq. D variantı.
Bu sualımızda belə. Gəlin bir dənə 92-dən, 93-dən birinə baxaq. Sonra bir dənə də qaldı tərs operatorum. 94, 95 bunu da 100-ə qədər baxacaqdıq. İki sualını da izahını verim sizə. Videomuz olduqca uzun oldu. Artıq 40-cı dəqiqədəyik. Deməli, 92-ci sualı izah edirəm. İstəyirsiniz 93-cü izah edeyim. Heç bir fərqi yoxdur. 93-ə baxaq. Deyək ki, bərabər də olsun. Mənə şərtlər qoyub. A böyükdür B olsa, A kiçikdir B-dən olsa, bərabər olsa. Bu bilirsiniz nə deməkdir? Mən görürsünüz ki, 3 dənə, üçü də eyni operatordur. Düzdür? Mənə də bir dənə operator verib. Deyir ki, şərtlər qoyubdur. Bu bilirsiniz nə deməkdir? Yenə eyni qayda. Birinci mötərizəmin için həll edirəm. Deyir ki, A operator 4 operator 4. Bu nə deməkdir? 4 4-ə. Yəni A B-yə bərabər deyil. A B-yə bərabərdirsə, A plus B kimi götürəcəm. Yəni 4-ün 4-ünü toplayacağım. Bu elədir 8. 4 plus 4 bərabərdir 8. Aha. İndi yazıram ikinci mötərizəm. İkinci mötərizəm bax budur. A-yım 5-dir, B-yim 2. 5 2-dən böyükdür da. Yəni A B-dən böyükdür. A B-dən böyükdürsə, bununla həll edəcəm. Yəni A plus 2B yazacağım. A-yım 5, B-yim 2. 2B isə 4'dür da. 2'yə vururam 4. Plus 4. Bu da elədim 9. Yaxşı, devam edək. Birinci mötərizəmizdən aldıq 8, ikinci mötərizəmizdən aldıq 9. Yazıram yerinə. Bax, yazdım 8. Operatoru çəkməyə çalışıram. Aha, bu bizim operatorumuz. Çox keçəcəkdim. Burada oldu 9. İkinci mötərizədən 9 aldım. Bərabərdir. İndi A-yım oldu 8, B-yim oldu 9. Yox, B-yin də B yazıram. Aha, B-yim oldu 9. Bu nə deməkdir? Bu demək ki, A kiçikdir B-dən. A kiçikdir B olanda ikinci ilə gedirdik. Demək ki, 2A plus B. Onda 2A plus B yazacağımsa 8 2'yə 16 plus B'yim. Yəni 9'um. Bu da mənə verdi 25. Cavabım D variantı. Digərlərini belə yazırıq da. Digərləri daha asandır. 2 dənə şərt verir sizə. Devam edirik. Sizə tərs operatorunun izahını verirəm bir dənə. Bir dənəsini verəcəm. Gəldik hansına baxaq. 95'dir, 94, 95, 96. Bu üçündən üçü də tərs operatordur. Birinin izahına baxaq. Misal üçün baxaq neçəyə? 95'ə baxaq. 95. Aha. 95. Böldüm. Devam eləyək. Tərs operator bilirsiniz nəyə görə deyirik? Baxın, eyni operatordur. İkisi də üçbucaqdır. Amma nə deyir? Burada A üçbucaq B-dir. Burada B üçbucaq A-dır. Yəni tərsidir da. Ona görə tərs operator deyirik. Yaxşı. Nə edəcəyik onda? Yoldaşlar, iki cürə baxacaq. Bir A B-yə baxacaq, bir də B A-ya baxacaq. Nə edəcəyik? Aha, belə. Devam edək indi. Birinci A üçbucaq B-yə baxsaq. Yəni bunun həllinə baxsaq. A-nın yerinə 3, B-yin yerinə 9 qoysam. 3 ilə 9 qoyuram. Yazıram ki, bərabərdir buna. Baxın, A-yım 3 idi. 2A plus B vurulsun. Üzərinə gəlsin 2 vurulsun. Bu operatoru yazıbdır. A-yım 3 qoyuram yerinə. 2'yi 3'ə vursam 6 plus. B-yim 9'dur. Plus. 2'yi vururam. Elə eyni şəkildə saxlayacağım. Bax, 2'yi vururam. B-yim neçədir? 9. Operator 3. A-yım neçədir? 3. Aha. Buradan da ay getdi. Getdi qeyri-aşkar operator. Neçə idi? 95. 95. Aha. Yaxşı. Bunu beldə saxlayırıq. Heç nə eləyə bilmərik ki. Eləyərsə 9-dan bir dənə 6 toplayarız, 15 yazarsınız. Onda bu dəqiqə gərək yoxdur. Yaxşı. İndi mən bilirsiniz nəyə baxıram? B üçbucaq A-ya baxıram. Yəni nəyə? 9 operator 3 A B operator A. Bu nəyə bərabərdir? İndi nə edəcəyəm? İndi A-nın yerinə 9 qoyuram, B-nin yerinə 3 qoyuram. A-nın yerinə 9 qoysam, 2A yazıb da düzdür. 2A qoysam, bu eləyər 18. Plus, B-nin yerinə 3 qoyuram. 3 qoyuram. Başlayım bir dənə gözləyin. B-nin yerinə 3 qoydum. Aha. Plus, 2 vurulsun. İndi bu dəfə tərsinə yazıram. 3 operator 9. 3 operator 9. Aha. Gəlin bunu sadələşdirək. İndi sadələşdirsək. Bax, birinci A üçbucaq B-nin yerinə.
A çıxacaq B. İndi yoldaşı biz nə edib? Bunu özümüz üçün sadələşdirmək üçün. Buranı silim. Sadələşdirmək üçün belə yazırıq. A 3 bucaq B. Buna B necə oldu? B. Bu olur. Buna bir dənə x veririk. B 3 bucaq A. Buna da bir dənə y deyirik. X, y ilə yazırıq. Həm işimiz daha asanlaşır. Həm də bizə indi nəyi soruşacaq? 3, 9'u soruşur. Yəni x-i soruşur da. A operator B soruşur. X-i tapmış olacaq. İndi gəlin bir balaca yerinə qoyaq, yazaq. Deməli, bu nəyin cavabı idi? Bax, birinci sətrimi sadələşdirsəm. Bu nəyin cavabı idi? Bu A operator B-nin. A operator B-nin yerinə x qoydum. Buraya götü yazmamışam. X bərabərdir. Aha, buradan yazıram. X bərabərdir. 6 ilə 9'u sadələşdirirəm yuxarıdakını. 6 ilə 9'u toplasam 15. Plus 2'yi vururam. 9 operator 3'üm. Yəni B operator A-im nə idi? Y. Aha. İndi altdan yazıram. 9 operator 3'ü götürmüşəm Y. Bərabərdir. İkincini sadələşdirirəm. 18 ilə 3'ü toplasam eləyər 21. Plus 2. Bax, 3 operator 9'um. A operator B'im X götürmüşəm. Aha. Bu bizim olur bir dənə sistem tənliyimiz. Vəssalam da yuxarıdan əlaqəzi kəsin. İndi gəldik bura. İndi buradan nə edərəm? Ya X-i əvəz eləyəcəm, ya Y-i əvəz eləyəcəm. Mənə nəyi soruşur? 3 operator 9'u, yəni A operator B-ni soruşur. X-i tapacağım da. X-i tapmaq üçün Y-in yerinə Y-i əvəz eləyəcəm. Y-im nəyə bərabərdir? Yazıram ki, X bərabərdir. X bərabərdir 15 plus 2Y da düzdür. 2. Y-in yerinə artıq bunu qoyuram. X-ni əvəz edirəm ki, X-i tapam da. Y-in yerinə bunu qoysam. Yazıram. 21 plus 2x. İndi davam edək. X bərabərdir 15 plus 2'ni 21'e vursam 42 plus 2'ni 2x'e 4x. İndi əgər mənfi almayım, nə fərqi yoxdur. 4x'i bu tərəfə keçsəm, x də burada eləyəcəm mənfi 3x. Düzdür? Bərabərdir. 15 ilə 42'ni toplasam neçə eləyəcək? 57. Onda x-in bərabərdir nəyə? X-in bərabərdir mənfi 19'a. Mənfi 19 cavabımız 95'də. Y variantı da üstünü o qədər örtmüşəm ki, Y variantı alınır cavab. Cavabımız Y. Bu da bizim tərs operatorumuz. Baxın, fərqli bir sual varmı 100'ə qədər? Yox, digərləri yenə eyni qayda davam edir. 100'ə qədər baxmış olduq. Bundan sonraki əgər sualınız olsa, videomuz çox uzun olur, çünki axıra qədər baxa bilmirik. Bundan sonra bilmirəm, neçə 167 sual olmalıdır. Hansı sualda çətinlik çəksəniz yazın mənə, mən sizə izahını verim. Oldu, hələlik gələn izahda görüşmək üzrə.